Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycan təhsilinin ən problematik hissəsi ibtidai təhsildir. Yəni ibtidai təhsili düzəltmədən tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur. AZA xəbər verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev Milli Məclisin Aqrar Siyasət, Ailə, Qadın və Uşaq Məsələləri, Elm və Təhsil Komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib. Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır. Sertifikatlaşdırmaya yanaşmamız budur ki, müəllimlik saat hesabı, yarımştat, hərdən bir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçsin. Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əmək haqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq, nazir qeyd edib.